Deməli dostlar, salam aleyküm. Bu gün bizə Zakir qardaşımız gəlib, qonaq gəlib. Vaxt var idi ki, burada oyun asıllığından müalicə olunurdu. Bu gün gəlib bizə qonaq, çay içəcək inşallah. İstəyirəm ki, bir-iki dənə sual verək. Ümumiyyətlə, reabilitasiyadan sonra xeyli vaxt keçib də. Nə qədər vaxt ayıqlığın var? 2 ildir. Ay maşallah, 2 ilə yaxında ayıqdır. Nətərdir vəziyyət, işlə, güclə? Allah'a şükür ilk vaxtlar biraz çıxandan sonra çətin oldu. Amma şükür Allah'a özümü toparladım. Ayrılmadım, tövsiyələrə əməl elədim. Ondan sonra iş güclə də təmin olundum dostlar tərəfindən. Yəni hamı gördü ki, artıq mən yaxşıyam. Daveriya bərpa olundu, etibar bərpa olundu. Ondan sonra işlə güclə təmin olundum. İndi hal-hazırda işləyirəm. Allah'a şükür. Şükür eləyirəm. Yəni minnətdarlığım var sizə. Çox sağ olun. Hal-hazırda xarici qonaqlarla məşğulam. Onların Azərbaycanın köşələri ilə tanış eləyirəm. Gəzdirirəm bir sözlə qonaqlarımızı Azərbaycanda. Ay maşallah, maşallah. Maşını da göstərək. Qəşəng. Vitadır, Viyanadır. Vitadır. Fəxr edirəm səndən. Maşallah. Minnətdaram, sağ olun. Sağ ol. Minnətdarlığı var. Sağ ol.